Salam əziz şagirdlər və müdavimlər. Bugünkü mövzumuz Azərbaycan dilindən qoşma mövzusudur. Qoşma əslində elə çətin bir mövzu deyil, amma yenə də bunun mahiyyətini başa düşmək bir çox şagirdin işini rahatlaşdıracaq. Mən də izahda daha çox qoşmanın fəlsəfəsini və orada testdə düşən xırda məqamları qeyd edəcəm. İndi ümumi bir izah keçərik. O testin o xırda məqamlarına isə sonda toxunacağıq. Deməli, qoşma nədir? Gəlin birinci qoşmanın tərifi ilə tanış olaq. Qoşma ismin 4 halına qoşula bilir. Adlıq, yəlik, yönlülük, çıxışlıq və bu 4 halına qoşularaq müəyyən məna çaları yaradır. Ümumiyyətlə, siz testdə məna çaları ifadəsini görsəz, bu birbaşa olaraq qoşmaya aid bir xüsusiyyətdir. Yəni, həmin testdə qoşma axtaracaqsınız. Necə məna çaları yaradır? Məsələn, mən burada 4 halına aid nümunələr sizin üçün qeyd eləmişəm. Məsələn, adlıq hala necə qoşulur? Məsələn, cümlədə deyir ki, Əli üçün kitab aldıq. Burada üçün sözü qoşmadır. Əli sözünə qoşulub və Əli sözündə heç bir hal şəkilçisi yoxdursa, deyəcək ki, adlıq hala qoşulub həmin qoşulma. Yəni, sən kitabı kimə almısan? Əliyə almısan. Yəlik hala qoşulub necə məna çaları yarada bilər? Məsələn, sənin üçün gəlmişik. Görək ki, üçündən qabaq ın şəkilçisi var, yəlik halın şəkilçisi, ın şəkilçisi və eyni zamanda da sənin gəlməyinin məqsədi nədir? Nə məqsədlə gəlmirsən? Təbii ki, sənə görə gəlmişəm. Buna görə də burada məqsəd bildirən bir məna yaratdığı üçün həmin məna çaları məqsədi bildirəcək. Yönlük hala qoşulanda da yönlük halın şəkilçisinə baxmaq lazımdır, çıxışlıq hala qoşulanda da çıxışlığın şəkilçisinə baxmaq lazımdır. Yenə də deyirəm, əziz şagirdlər, qoşmanı tapmaq üçün ən rahat üslub, ən rahat yol həmin qoşmadan qabaqki sözdə hal şəkilçisini axtarmaqdır. Yəni, bu bizdə qoşmanın amonimliyi mövzusunda da çox işimizə yarayacaq. Gəlin, indi birbaşa biz qoşmanın məna növlərindən tanış olaq. Təməl olaraq 9 məna növü var. Birgəli qoşmaları sözə qoşulur və birgəli məzmunu yaradır. Əsasən 2 dənədir, ilə bir də cadır və birgəli qoşmaları adlıq hala qoşulur. Mən burada hansı hala qoşulduğu mötərizə içində yazmışam. Məsələn, Əli müəllimlə gəzməyə getdik. Sən kimlə bir yerdə gəzməyə getmirsən? Təbii ki, Əli müəllimlə. Demək, həmin gəzməyə maraqlı keçəcək. Dağ boyunca yeridik. Yəni, burada birgəli deyəcəksiniz ki, mən dağ insan deyil ki, onun bir yerdə yeriyik. Məsələ o deyil. Məsələ budur ki, sən dağın yanından keçmirsən. Yəni, orada birgəli məzmunu görə, yəni sən dağın yanındasan deyə biz birgəli ona deyirik. Burada da bunu necə bilə bilərsiniz ki, buradakı ca dəqiq qoşmadır, ilə ilə əvəz edərik. Məsələn, dağ boyunca yeridik və yaxud da ki, dağın boyu ilə yeridik. Belə də biz onun canının orada birgəli qoşması olduğunu müəyyənləşdirə bilərik. İkinci qoşmalar bənzətmə qoşmalarıdır və 4 dənədir. Ümumiyyətlə, qoşmanın bir neçə məna növü var ki, 4 dənə qoşma var orada. Bənzətmə qoşmaları da qədər, kimi, tək, ca qoşmalarıdır. Adlıq və yəlik hala qoşulur. Və bu qoşmaları işlətdiyimiz zaman bir bənzətmə məzmunu yaradır. Məsələn, Əl-Abbas qədər də olmadıq cümləsində. Burada kimə bənzətmə verilib? Əl-Abbasa. Deməli, burada bir bənzətmə olduğu üçün həm də ki, fikir verək görə Əl-Abbasda hal şəkilçisi varmı? Yoxdur. Deməli, adlıq hala qoşulmuş, bənzətmə bildirən qoşmadır. Fatiməcə oxuyun cümləsində də Fatimə yenə də adlıq hala qoşulub. Burada ca da bənzətmə qoşmasıdır. Deyəcəksiniz ki, müəllim, burada axı burada da ca var, burada da ca var. Məsələ burasıdır ki, ca amonimdir və eyni zamanda qoşmanın daxilində də amonimlik yarada bilir. Biz onları necə fərqləndiririk, hansı qoşmanın, hansı məna növü olmasını əvəz etməklə. Məsələn, biz burada canı ilə ilə əvəz elədik. Burada isə canı kimi ilə əvəz edə bilərsən. Məsələn, Fatiməcə oxuyun, Fatimə kimi oxuyun. Yəni, Fatimə kimi oxuyun. Fatiməyə bənzətdiyim üçün buradakı canın bənzətmə qoşması olduğunu rahat tapa bilərəm. Daha sonra keçirik biz məsafə qoşmalarına. Məsafə qoşmaları əslində bənzətməyə bənzəyir forma cəhətdən. Qədər, kimi, dək, can qoşmalarıdır və bu sizin işinizi rahatlaşdıracaq məqam budur ki, sadəcə bir hala qoşulur, yönlülük hala. Məsələn, evə qədər getdik cümləsində hansı hala qoşulub? Yönlülük hala şəkilçisini görürəm. Qədər də sənin evə getdiyin yolun məsafəsini bildirir. Məktəbə kimi piyada qaçdıq. Burada da məktəbə kimidə kimi qoşmadır, yönlülük hala qoşulub deyə məsafə bildirəcək. Məsələn, kimi həm bənzətmədə var, həm məsafədə var. Hardan biləcəm nədir o? Halına baxacaqsan. Yönlülük halın şəkilçisi varsa deyəcəksən məsafədir. Adlı və yəlik hala qoşulubsa deyəcəksən bənzətmə qoşulmasıdır. Yəni, çox rahat onu həll eləmək olar. Məsələn, məktəbə kimi piyada qaçdıq məsafə qoşması sənin kimi insan dünyada yoxdur, olacaq bənzətmə bildirən qoşma. Daha sonra
İstiqamət qoşmasına fikir verək. Bu məsafədən fərqi nədir? Bu getdi istiqaməti bildirəcək. Məsələn, qarşı tərəf doğru sarı yenə də 4 dənə qoşmamız var. Bu da yönlük hala qoşulacaq. Məsələn, evə tərəf getdik dediyimiz zaman, ya da ki, məsələn, evə doğru getdik, evə sarı getdik, evə qarşı getdik. Bunların hamısı amonimdir, sinonimdir bir-biri ilə və hamısını da əvəz edə bilərsən bir-biri ilə. Ona görə də burada diqqətli olaq. İndi tərəf sözü amonimdirmi? Bəli, tərəf amonimdir. Amonimliyə isə biz sonunda toxunacağıq. Orada xırdalıqları sizə qeyd edəcəm. 5-ci məna növü aidlik bildirən qoşmalardır. Hansılardır? Ayrı, dair, məxsus, haqqında, barəsində, haqda, barədə sözləridir. Məsələn, burada həmin qoşmalar hansı hallara qoşulurlar? Yönlülük və yiyəlik hallara qoşulurlar. Və siz orada nəyə fikir verməlisiniz? Mən sizə tövsiyə edirəm ki, bunları əzbərləyin. Azərbaycan dilində sən qrammatikanı nə qədər yaxşı əzbər bilsən, fəlsəfəsi və mahiyyətini o qədər yaxşı başa düşəcəksən. Məsələn, sənə aid xatirələri kül elədim cümləsində bir aidlik məzmunu varmı? Var, bəli. Xatirələr kimə aid olur bu aid qoşması ilə? Sən adda əvəzləyək. Yəni, o qoşma bu sözü aid elədiyisi biz buna aidlik qoşması deyirik. Onun barəsində çox söz danışıldı da həmçinin elədi. O da aidlik qoşmasıdır. İndi bir məsələ var ki, əziz şagirdlər, qoşma biz bildiyimiz kimi aid olduğu sözdən sonra gəlir. Yəni, bir cümlə qoşma ilə başlaya bilməz. Yəni, qoşmadan əvvəl mütləq bir söz olmalıdır ki, ona bir hal şəkilçisi ya da bir halda olmalıdır ki, biz ona qoşma qoşa bilək. Amma bu haqqında barəsində tipli qoşmalar cümlənin əvvəlində də gələ bilər. Məsələn, belə bir cümlə qururam. Deyirəm ki, haqqında. Çox söz deyildi. Çox söz deyildi məsələn. Cümləmiz nə ilə başladı? Haqqında sözü ilə. Yəni, istisna hal olaraq haqqında və barəsində sözü cümlənin əvvəlində birbaşa gələ bilərlər. Amma yenə də qoşma götürəcəksən sən onu. Sadəcə olaraq çətin testlərdə və da miqə düşən testlərdə, belə məqamlarda diqqətli olmaq lazımdır. Daha sonra, zaman bildirən qoşmalarımız da 4 dənədir. Sonra əvvəl, qabaq, bəridir və çıxışlıq halından işlənirlər. Mən deyərdim ki, qoşmada ən diqqətli olmalı olduğunuz məqam zaman bildirən qoşmalardır. Çünki testlərdə çox qabağımıza çıxırlar. Bu 9-un buraxılışına düşüb, dəfələrlə sınaqlara düşüb. Baxın, bu 4 dənə söz o vaxt qoşma olur ki, ondan qabaq dan şəkilçisi olsun və zaman məzmunu yaratsın. Və eyni zamanda da sən bunların bəzilərini əvəz edə bilərsən bir-biri ilə. Məsələn, səndən sonra çox şey dəyişdi, bir danlayan şəkilçisi var. Bir də ki, zaman məzmunu bildirir də. Nə zaman çox şey dəyişdi? Səndən sonra. Və yaxud da ki, ondan qabaq xoşbəxt dedim. Nə zaman xoşbəxtim? Ondan qabaq. Qabağı əvvəllə də əvəz edə bilərsən. Məsələn, ondan əvvəl xoşbəxt dedim. Əvəz etmələrlə əvəz edə bilirsənsə, eyni zamanda 3 şərti ödəyirsə, deməli, sən onları qoşuma götürə bilərsən. Amonimliyə də birazdan toxunacağıq. Fərqləndirmə qoşmaları bir şeyi başqa şeydən fərqləndirməyə xidmət edir. Qeyri-özgə savayı başqa, ayrı, əlavə sözləri əsasən götürülür. Bir də çıxışlıq haldan işlənir. Məsələn, səndən başqa heç kimi sevmədim bu qədər cümləsində başqa sözünə fikir verək. Görürsünüzmü? Danlayan şəkilçisində işlənir və fərqləndirmə məzmunu yaradır. Daha sonra qoşmanın 8-ci növü də səbəb məqsəd qoşmalarıdır. Qoşmanın bu növü 4 halla da işlənə bilir. Ona görə diqqətli olun. Məsələn, deyir ki, sənin üçün bu əzablara qatlaşdığın cümləsinə fikir verək. Üçün qoşması var, səbəb məqsəd. Yəni, sən nə məqsədlə bu əzablara qatlaşmışsan, sənin üçün qatlaşmışsan. Hansı halla işlənib? İn şəkilçisindən, yiyəlik halla işlənib. Bu adlı halla da işlənə bilər, çıxışlıq halla da işlənə bilər. Məsələn, ondan ötürü, yönlük halla da işlənə bilər, sənə görə. Daha sonra isə bir də var istinad qoşmaları. Onlar da görə əsasən bir də ca qoşmasıdır. Caya da toxunacağıq. Məsələn, Əli müəllimə görə biz şizofrenik cümləsi. Mən hazırda daim belə maraqlı cümlələr işlədirəm ki, uşaqların diqqətini cəlb eləsin. Burada görə nəyə istinad eləyir? Əli müəllimə. Yəni bu şizofren fikir kimə aiddir? Kimə istinad elədim mən? Əli müəllimə istinad elədim. Bir də bir məqam var, əziz şagirdlər və müdavimlər. Burada görə və əsasən qoşmanın məna növlərinin yeganəsidir ki, onlardan sonra biz vergül qoymalıyıq. Ca necə işlənir istinad qoşmasında? Məsələn, deyirəm ki, ismin quruluşca 3 növü var və yaxud da ki, məsələn, Nazənin fikrincə bizim etdiklərimiz yanlışdır. Bu məqamlarda da yenə də istinad edirəm. Məsələn, ismə bayaq istinad edirəm, sonra Nazəninə istinad elədim deyə
Cay isnad qoşması götürülür. Zaten birazdan ətraflı şəkildə caya biz baxacağıq. İndi isə gələk nəyə? Qoşmanın məna növləri bitdiyi üçün qoşmanın yazılışına fikir verək. Qoşmalar sözə münasibətdə 3 cür yazılırlar. Bir var bitişik yazılan qoşmalar. Yadda saxlayaq ki, bütün bir hecalı qoşmalar sözə bitişik yazılır. Bir heca nə deməkdir? Məsələn, mötərizədə tək-tək can qoşmalarına fikir verin. Bir sayt var. Bir sayt varsa, sən onu sözə birləşdirib yazacaqsan. Məsələn, evədək, məktəbəcan, baxıram, dəki necə yazdım? Bitişik. Niyə bitişik yazdım? Çünki bir hecalıdır. Bir dənə burada xas qoşmasına fikir vermək lazımdır. Xas qoşması da bir hecalıq olmasına baxmayaraq, sözə ayrı yazılır. Ona xas. Yəni, bu da istisna olaraq yadınızda qalsın. Sonra, işlənmə yerinə görə həm bitişik, həm ayrı yazılan qoşmalarımız ilə və üçün qoşmalarıdır. Üçün əsasən bədii əsərlərdə üçün kimi işlənə bilər. Məsələn, Həsən üçün. İlə qoşması isə təməl hallarda ya bitişik yazılır, ya da ki, ayrı yazılır. Məsələn, atam ilə bazara getdim də deyə bilərsən. Atamla bazara getdim də deyə bilərsən. Elə ciddi bir fərqi yoxdur. İndi bunun amonimliyi var mı? Var. Biz onun amonimliyində bağlayıcı və bağlayıcı mövzusuna təməl olaraq baxacağıq, narahat olmayın. Yerdə qalan digər qoşmalarımız isə, məsələn, yuxarıda sadaladığımız qoşmalar var idi. Onlar sözə ayrı yazılırlar. Yəni, onların bitişik yazıldığı halı görə bilməzsiniz. Daha sonra, gələk əsas məqama. Baxın, testdə düşən məqamlar bunlardır. Qoşmaların amonimliyidir. Yəni, siz gedib testdə məna növlərinin aid sizdən test soruşmayacaq, zaman bildirən qoşmalar hansılardır? Hə, siz amonimliyi həll eləmək üçün onları əzbər bilməlisiniz. Onun mahiyyətini anlamalısınız. Gələk amonimliyə. Deməli, bəzi qoşmalar var ki, başqa nitq hissələrinə bənzəyirlər. Məsələn, qədər qoşması. Bəs cümləyə fikir verək. Evə qədər, bir də var qədərimlə razı deyiləm cümləsi. Sizcə hansı qoşmadır? Mən təməl olaraq baxanda bilirəm ki, evə qədər sözü qoşmadır. Hardan bilirəm? Mötərizədə yazdığım sözdən yox. Yəni, ondan yox. Təbii ki, bunun qabağındakı bu yönlük halın şəkilçisindən biləcəm. Axı, biz bəxt qeyd eləmişdik. Qoşmanı tapmaq üçün ən rahat yol 2 dənədir. Bir, hal şəkilçilərinə fikir verirsiniz, ondan əvvəlki sözdə. Bəli, mən burada nəyə fikir verəcəm? Təbii ki, qarşısındakı yönlük hal şəkilçisinə fikir verəcəm. Bu, məsafə bildirən qoşmadır həm də. Çünki evə qədər deyəndə mən məsafəni bildirirəm. Mən məna növünə, həm də halına fikir verəndə, biz orada bunun qoşma olduğunu rahatlığına biləcəyik. Amma qədərimlə razı deyiləm cümləsinə fikir verəndə görürük ki, burada qədər həm suala cavab verir. Çünki normalda qoşmaların mənası olmadığı üçün, sadəcə qrammatik mənası olduğu üçün, leksik məna daşımadıqları üçün sana sual verə bilmirsən. Bu sadəcə bu sözə qoşulub bir yerdə suala cavab verə bilər. Amma qoşma yox, başqa söz olanda, o söz başqa nitq hissəsi olanda, əgər əsas nitq hissəsidirsə, sən buna sual verə bilərsən. Qədərimlə razı deyiləm. Nəylə razı deyiləm? Nəyimlə razı deyiləm? Nə ilə razı deyiləm? Qədərimlə. Nə də ismin sual olduğu üçün deyəcək ki, buradakı qədər sözü isimdir. Daha sonra, sarı sözü. Qoşma ola bilər, hansı hallarda, yenə də dediyim kimi, hal şəkilçisi ilə işlənəndə və öz məna növünü bildirəndə. Amma mən sarı köynək desəm, necə sualına cavab verdiyi və ismin qarşısına gəldiyi üçün sifət olacaq. Qolumu sarı desəm, burada hərəkət bildirdiyi üçün avtomatik olaraq feil olacaq. Yəni, sarı sözü 3 dənə məna növü bildirə bilir. Tərəf sözü. İndi burada tərəf testlərə çox düşür. Hətta bəzi müdavimlər də burada yanlışlığa yol verirlər. Baxın, sizə tərəf desəm, hal şəkilçisini sözün əvvəlki sözünə qoşsam, qoşmadır. Amma siz tərəfə desəm, yəni bu hal şəkilçisini tərəfin özünə, yəni qoşma kimi düşündüyümüz sözün özünə qoşsam, isim götürəcək tərəf sözünü. Çünki bizdə hal şəkilçiləri qoşmaya qoşulmur. Qoşmadan əvvəlki sözə qoşulur. Yəni bu incəliyə fikir vermək lazımdır. Daha sonra doğru sözü. Yenə yönlük halda işlənəndə evə doğru, doğru tərəf qarşı sarı istiqamət bildirəndə qoşmadır. Amma doğru insan desəm, bu necə insan, necə sualına cavab verir? Sifətdir. Doğru danışır desəm, feilin qabağında gəldiyi üçün də zərf götürəcəksən. Qarşı sözü. Sənə qarşı, yenə də halla gördüm, qoşmadır. Amma qarşı tərəf desəm, hansı tərəf? Qarşı tərəf, sifət götürəcəksən. Gələ burada tək sözünə. Bax, testdə mənim qabağıma ən çox çıxan qoşmalardan biri də tək sözüdür. Yadda saxlayaq ki, tək sözü sözə bitişik yazıldısa qoşmadır və bənzətmə bildirilirsə təbii ki. Məsələn, sənin tək dedimsə qoşmadır. Həm bənzətmə bildirir, həm adlı hala qoşulub bitişik yazılıb.
Amma ayrı yazsam tək sözünü, ismin qabağına gəlsə sifət götürəcəksiniz, feilin qabağına gəlsə zərf götürəcəksiniz. Ona görə də bu tək sözünə çox diqqətli şəkildə fikir vermək lazımdır. Ondan sonra isə əvvəl sözünə fikir veririk. Baxın, əvvəl sonra sözləri zaman bildirən qoşmada eyni zamanda zaman bildirən zərfdir. Hər ikisi zaman bildirdiyi üçün bu ilki 9-ların da buraxılışına düşmüşdür bu məqam. Hər ikisi zaman bildirdiyi üçün şagirdlər arası çaşqınlıq yaradır. Amma əslində ən sadə mövzulardan biridir. Yadda saxlayaq. Əvvəl sözü dandan şəkilçisindən sonra gələndə qoşma götürülür. Amma boş gələndə cümlənin ortasında da olur olsun. Qabağında dandan şəkilçisi, yəni çıxışlı qal şəkilçisi yoxdursa zərf götürülür. Yəni belə yadda saxlayın getsin. Bir də ki, məsələn, topluya belə bir sual düşmüşdü. Deyir ki, Sənubər xala bağından başqa adamlara da pay verərdi. Burada təbii ki, əvvəl söz yox, başqa sözü düşmüşdü qoşma kimi. Amma qabağında dandan şəkilçisi var. Uşaqların çoxu da bunu qoşma götürürlər ki, müəllim, bu Sənubər xala bağından başqa adamlara da pay verər cümləsində başqadan qabaq dandan şəkilçisi var. Amma mən də onlara deyirəm ki, sən burada, axı başqa sözünü digər sifətlə əvəz edə bilərsən. Məsələn, Sənubər xala bağından digər adamlara pay verərdi. Və yaxud da Sənubər xala bağından özgə adamlara pay verərdi. Digər və özgəyə qoşma olmadığı üçün orada başqa sözü dandan şəkilçisinin dandandan sonra gəlsə belə qoşma götürülmür. Sifət götürəcəksən. Yəni təməl olaraq dandanı görəndə bu deməkdir 100% qoşmadır. Çünki 2 dənə şərtimiz var da. Biri hal şəkilçisini görməlisən qoşmadan qabaq. 2 də məna verməlidir. Üçüncü məqam olaraq da qoşmanın eyni məna növündə olan sinonimlər yoxdurmu? Məsələn, əvvəl, sonra, qabaq, bəri. Sən qabaq sözü ilə əvəz elə əvvəl sözünü. Görə alınırsa, dandan şəkilçisi varsa, deməli 100% qoşmadır. Sonra, elə bu sonra sözü də o formadadır. Əvvəllə eyni qaydada gedirsiniz. Qabaq sözü. Qabağın da məna növləri biraz çoxdur. Baxın, qabaq sözü yenə çıxışlı qalla işlənsə, dandanla qoşmadır. Səndən qabaq zaman bildirir. Amma bizdə qabağın bitki növü də var. Balqabaq sözü də hətta orada mürəkkəb söz də o formada yaranıb. Bir də zərf kimi də işlənə bilər. Qabaq belə deyildin. Hətta qabağın isim kimi qaşqabağın sözündə ki, həmin qabaq sözü mənası da var. Deməli, bir neçə nitq hissəsini bildirə bildiyi üçün bu sözdə də ehtiyatlı olmaq lazımdır. Daha sonra, bəri sözünə fikir verək. Çıxışlı qalla görsək, məsələn, səndən bəri işlər yoluna düşməyib sözündə dandanla işlənib. Bu dandanları düzmüşəm bir araya, yadda saxlamaq rahat olsun deyə. Bu zaman biz bunu götürürük qoşma. Amma bəri gəl cümləsində haraya yer bildirdiyi üçün onu siz zərf götürəcəksiniz və yadda saxlayın önəmli məqamlardan da biridir. Özgə sözü də həmçinin çıxışlı qalla işlənirsə, çıxışlı qal olanda qoşmadır. Amma özgə insan necə suala cavab verirsə, zərf götürürsünüz. Yəni, burada kimi sözünə fikir verək. Kimi sözü qoşma olanda bənzətmə bildirə bilər və eyni zamanda da məsafə bildirə bilər. Məsələn, sənin kimi, evə kimi desəm, hal şəkilçiləri yəlik halınan, adlıq halınan, yönlük hal olsa, qoşma götürəcəksən. Amma kimi cümlədə təkrarlansa, məsələn, kimi gələr, kimi gedər. Görürəm ki, mən burada cümlədə təkrarlanmışam bunu. O zaman qeyri-müəyyən əvəzi kimi yanaşacaqsınız. Bəzən də kimi sözü, kim sual əvəzini artırılmış təsiri hal şəkilçisi və mənsubiyyət də ola bilər. O formada da işlənə bilər. Məsələn, kimisi ararsan, bu cümlədə məsələn təsiri hal şəkilçisi kim sual əvəzliyinə qoşulur. Burada artıq belə bir şey yada saxlamaq lazımdır. Bu ikisi bir-biri ilə amonimdir, amma bu bunlardan anonim deyil. Çünki bunun başlanğıc forması kim sözüdür, orada qrammatik şəkilçisidir. Sual əvəzliyi olduğunu, bunu bundan necə fərqləndirmək lazım olduğunu bilmək üçün də buna fikir vermək lazımdır. Kimi sual əvəzliyi olanda 70-80% hallarda ondan sonra sual işarəsi qoyulur. Yəni bununla da bir çox testin öhdəsindən gəlmək olar. Daha sonra əsasən sözünə fikir vermək lazımdır. Yadda saxlayaq, təməl hallarda əsasən qoşma və modal söz ola bilir. Əsasandan sonra vergül varsa qoşma götürürsünüz. Əsasən hər iki tərəfində vergül varsa siz onu modal söz götürürsünüz. Bu bir yol. İkinci yol nədir? Əsasən sözünü
görə ilə əvəz edə bilirsənsə qoşmadır, əksər hallarda əvəz edə bilmirsənsə modal sözdür. Məsələn, qərara əsasən sən gedəcəksən və yaxud da ki, qərara görə sən gedəcəksən. Görə ilə əvəz edə bildim deyə mən bunu rahatlıqla qoşma götürə bilərəm. Çünki qoşmada bizim köməyimizə əsasən ən əsas şey qoşmanı əvəz eləməkdir digər qoşmalarla. Bir hal şəkilçiləridir, bir də məna növlərini yaxşı bilməkdir. Daha sonra, qoşmaların sinonimliyi nə deməkdir? Əgər sən bir cümlədə bir qoşmanı eyni məna növündə olan digər qoşma ilə rahat əvəz edə bilirsənsə, o qoşmalar sinonimdir. Məsələn, sarı sözünü doğru ilə əvəz edə bilərəm, tərəflə əvəz edə bilərəm. Məsələn, evə sarı gedirəm, evə doğru gedirəm, evə tərəf gedirəm. Eyni məzmun, eyni məna qorunduğu üçün deməli sarı, doğru, tərəf sözləri sinonimdir bir-biri ilə və testdə də sinonimli mövzusu düşəndə özünüzü çaşdırmayın. Əvəz edə bilirsə, eyni məna növündədirlərsə, deməli onlar bir-biri ilə sinonimdirlər. Daha sonra biz gəlirik vacib qaydalara. Burada ca qoşmasının 3 təməl vacib qaydası var. Biz bax qeyd elədik ki, ca qoşmanın 3 məna növündə ola bilir. 1. Bənzətmə, birgəlik bildirən qoşma, 2. Bənzətmə bildirən qoşma, 3 də ki, istinad bildirən qoşma kimi işlənə bilər. Məsələn, yadda saxlayaq. Biz bunları necə tapacağıq? Əvəz etməklə. Canı ilə əvəz eləsəm, birgəlikdir. Dağ boyunca getdim, dağın boyu ilə getdim. Sonra, canı kimi ilə əvəz eləsəm, bənzətmədir. Məsələn, deyirəm ki, Fatiməcə ağlın yoxdur, Fatimə kimi ağlın yoxdur. Və canı görənən əvəz edə bilsəm, istinad qoşmasıdır. Sözün quruluşu 3 növü var. Sözün quruluşuna görə 3 növü var da deyə bilərəm. Burada vergül olmayacaq. Biz bax qeyd elədik. Düzdür, əksər hallarda kiminsə istinad eləyəndə, məsələn, mənim fikrimə görə desəm, görədən sonra vergül olur. Orada istinad birbaşadır. Amma belə məqamlarda biz görədən sonra vergül qoymuruq. Deməli, bu əvəz etmələri yadda saxlayaraq canın 3 məna növünü biz rahatlıqla tapa bilərik. Təbii ki, ca ədat da ola bilər. Biz ona ədat mövzusuna toxunacağıq. Ədat olanda artıq sən orada əvəz etmə edə bilmirsən. Amma dillərə qoşulsa, məsələn desəm ki, rusca danışıram. Burada dilə qoşulanda bizdə ca avtomatik zərf düzəldən şəkilçi olur. İngiliscə danışıram, fransızca danışıram. Dillərə qoşulduğu məqamı görsəz, artıq burada ca leksik şəkilçidir və heç bir köməksiz nitq hissəsi hesab edilməyəcək. Davam edək biz izahla. Deməli, ümid edirəm ki, yorulmamısınız. Digər önəmli məqamımız nədir? Kimi qoşması normalda bizdə bənzətmə qoşmasıdır, eyni zamanda məsafə qoşmasıdır. Amma yadda saxlayaq, kimi qoşması feili sifətin an şəkilçisindən sonra işlənəndə zaman zərfliyi yarada bilər. Məsələn, evə çatan kimi zəng elə. Burada kimi sözü var, qabağında da çatan sözündə an feili sifət şəkilçisi var. Deməli, mən sual verirəm, nə zaman zəng elə? Evə çatan kimi. Bu bir yerdə nə zaman sualına cavab verdiyi üçün avtomatik olaraq buradakı kimi sözə qoşularaq zaman zərfliyi yaradır. Yəni, burada qayda sualında və yaxud da ki, cümlə üzvlərini tapanda bu da sizin üçün önəmli qaydalardan biridir və sizin işinizi kifayət qədər də rahatlaşdıracaq. Keçək digər vacib məqamlarımıza. Qoşma üçün son olaraq bəzi qızıl qaydalarımız var. Bunları əzbərləsəz qoşmanın onurğa sütununu bilmiş olacaqsınız. Yadda saxlayaq. Bütün qoşmalar quruluşda sadədir. Qoşma düzəltmə və mürəkkəb ola bilmir. Onsuz da bütün köməkçi hissələri düzəltmə ola bilmir. Mürəkkəb olanları var, amma qoşma ancaq sadədir. Bizim mürəkkəb qoşmamız yoxdur. Daha sonra, qoşma hansı sözə qoşulursa, o sözdən bir yerdə bir cümlə üzvü götürülür. Müstəqil cümlə üzvü götürülmür. Üçün ötürü görə savayı, haqqında, barəsində, haqda barədə sözləri də yalnız qoşmadır. Yəni, bunların amonimi olmur. Məsələn, sən üçün sözünü hansı cümlədə görsən, daha fikirləşmə ki, bu amonimdirmi, bunun başqa nitq hissəsi kimi işlənmə məqamı varmı? Yoxdur. Yəni, amonim götürməyəcəksən. Kimi qoşmasını vurğuladıq. Bir də qoşmalara xəbərlik hal, mənsubiyyət şəkilçisi qoşa bilərsən. Məsələn, deyirəm ki, gəlin xəbəri şəkilçisi qoşaq. Deyirəm ki, Əli də onun kimidir. Əli də onun kimidir. Dir xəbəri şəkilçisi. Nəyə qoşdum? Kimi qoşmasına qoşdum. Kiminin qoşma olduğunu hardan bildim? Yəlik hal şəkilçisinə qoşulub və bənzətmə mənası yaradıb. Demək olaraq deməli sən ona mənsubiyyət də qoşa bilərsən, hal da qoşa bilərsən, xəbəri şəkilçisi də qoşa bilərsən. Amma nəyə qoşa bilməzsən? İsmin bilir ki, 4 şəkilçisi var da qrammatik.
Biz burada üçünü yazmışıq. Sən qoşa bilməzsən, cəm şəkilçisi. Belə. Deməli, qoşma haqqında qaydalar bu qədər. Bu qaydaları təməl olaraq yadda saxlayırsınız. Və sizə belə bir şey deyim. Əsas odur ki, fəlsəfəsini başa düşün bunun. Hal şəkilçiləri məqamını başa düşmək lazımdır. Bu fəlsəfəsini başa düşəndə, məna növü ilə əvəz edə biləndə, yəni sizin qarşınıza hansı növ test çıxsa, siz o testi yaza bilərsiniz. Bir də burada soyadımı balaca hərflə yazmışam, onu da düzəldək. Belə, sualınız olanda rəyləri qeyd edin və yaxud da əlaqə nömrəsi qeyd edəcəm rəy bölməsində. Orada zəng vurub sualınızı soruşa bilərsiniz. Videonu bəyənməyi, kanala abunə olmağı yaddan çıxarmayın. Sağ olun, gələn çəkilişlərdə görüşənədək.